Azərbaycanda ilk dəfə Bakı Retina elmi konfransı keçirilib. Konfrans retina xəstəlikləri və onların müalicə üsullarına həsr olunub. 9 ölkədən 19 tanınmış spikerin iştirak etdiyi toplantıda diaqnostika və müalicədə tətbiq olunan ən son elmi yeniliklər, qabaqcıl texnologiyalar və innovativ yanaşmalar təqdim edilib. Beynəlxalq retina konfransı olur, hansı ki bu ilk dəfədir. Retina bizim oftalmologiyanın çox mühüm bir hissəsidir. Torluqşa, göz gibi. Orada bir sıra bizim xəstəliklər var ki, bir növ elə ilk dəfə elə göz dibində bu baş verir. Biz orada onu görürük və ona görə də bunun o qədər mühüm bir toplantıdır ki, bu toplantı 9 müxtəlif ölkədən 15 xarici qonaq burada iştirak edir və eyni zamanda Azərbaycan həkimləri burada bugün məruzə edəcəklər və biz bu toplantıda bir elm paylaşımı var əslində. Həm xarici mütəxəssislər, həm yerli mütəxəssislər. Yəni mən düşünürəm ki, bizim Azərbaycan həkimlərinə çox faydalı olacaq. Konfrans iştirakçıların əldə etdikləri bilik və təcrübələrin rəsmi şəkildə tanınmasına şərait yaradır. Mən retina cərrahıyam. Biz Professor Tural Qəlbinur ilə ilk dəfə Azərbaycanda retina görüşü təşkil etdik. Bu Azərbaycan tarixində retina ilə bağlı ilk tədbirimizdir və düşünürük ki, biz bunu davam etdirəcəyik. Bu Azərbaycanda retina və oftalmologiya sahəsində təhsili, biliyi və tədqiqatları təşviq edəcək. Tədbir, oftalmologiya sahəsində fəaliyyət göstərən həkim və mütəxəssislərin beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi üçün mühüm platforma olub. Bu Azərbaycan tarixində ilkdir. Torluqşa ilə bağlı düzenlənən oftalmoloji konqres. Azərbaycan oftalmoloqları indi dünyanın inkişaf eləmiş ölkələri ilə müqayisə olunan səviyyədə deməli elmi işlər çap elətdirirlər. O səviyyədə çalışırlar və bu gün biz dünyanın tanınmış oftalmoloqlarla öz biliklərimizi bölüşürük. İştirakçılar elmi nailiyyətlərlə tanış olmaq və yanaşı təcrübələrini paylaşaraq sahənin inkişafına töhfə vermə imkanı əldə ediblər.